Connor, sən bu sinəndəki gorilla tatusunu kim vurub? Gorilladan çox xəstə meymuna oxşuyur. Stop your fucking yapping, you little rat. Rat da varsa. Bu hadisə mənim idman həyatımı bitirdi. Xəstəxana xərclərini ödəmək üçünsə ciddi kredit borcuna girdim və kreditimi ödəmək üçün developerlığa başladım. Lakin ödəyə bilmirdim. Normal günlərdən birində telefonuma bir mesaj gəldi. Mesajı yazan naməlum adam mənim haqqımda hər şeyi bilirdi. Biz görüşdük. Mənə aylıq 500 manat maaşla iş təklif elədi. Bu adamın adı Alex idi. Alexin isə bir böyük proyekti var idi. Keçmişdə uğurları kölgə altında qalmış insanları gələcəyə gətirərək uğurlarını qabartmaq və onlara istədikləri həyatı vermək. Məni keçmişə məşhur rəssam Səttar Bəhluzadənin yanına göndərdi. Onu gələcəyə gətirdim. NFT çəkməyə başladı. Amma zaman saatının çalışması üçün bizim aydan bir qaya parçasına ehtiyacımız var. Əlbəttə ki, Alex məni aya göndərdi. Və budur. Qarşındayam. Proyekt X sayəsində. Yura, bəs sən necə aya gəlmisən? Necə oldu? Yura, sən birinci olmalısan dedilər. Yura, fəzaya uç, hamı sənə baxacaq dedilər. Uçdum. Yerin təbii peykinə çatdım. Zəng elədim Xruşova ki, bəs yoldaş, bura gəldim. Bayrağı da sancdım. İndi nə edim? Dedi Yura, sən orada gözlə, biz gedib o biri raketə benzin töküb gəlirik. Gəlmədilər. Sonra bir də yığdım. Dedim ki, mən aydayam. Dedilər da... Laykanın da başını Maloşnu sasiskaydan alladıb gətiriblər bura. Çayı iç, soyutma. De görüm Sovetin vəziyyəti necədir? Yura, bilirəm deyəcəyim şey sənə yaxşı təsir eləməyəcək, amma Sovet artıq 36 ildir ki dağılıb. Nə? Dağılıb? Mən artıq azadam. Məni yerə geri qaytara bilərsən? Yaxşı, amma bir şərtim var. Mənə o Genesis qayasından parçanı tapmağım üçün kömək eləyəcəksən. Genesis qayası. Əlbəttə eşitmişəm. Bu işin ticarəti ilə burada Ruppi qardaşları məşğuldular. Amma mənim onlara külli miqdarda borcum var. Borcumu da ödəməyimin bir yolu var. Döyüşə çıxacaqsan və mən də əlimdə olan hər şeyi sənin qalibiyyətinə yazacağam. Ardından borcum bağlanır və bizə gələcək qazancla da onlardan Genesis qayasını istədiyimiz kimi alırıq. Sən cavansan. Bunu bacara bilərsən? Yura, bu nədir? Torpedaz adam mən mənə küçə döyüşünə gətirmisən? Tehran, mənə elə gəlir ki, sən onlardan döyüşməyi bacaracaqsan. Sənə güvənirəm. Hücum elə. Yaxşı. Hazıram. Başlasın.